Bugün dəyərli jurnalist, ictimai fəal və əziz dostumuz Elgün Qabiloğlu'nun doğum günüdür. Ali təhsilli jurnalist Elgün Cavadov uzun illərdir bir sıra mətbu orqanlarda peşəkar fəaliyyəti ilə seçilir və bu şərəfli yolu bugün də sevə-sevə davam etdirir. Rayonda keçirilən çoxsaylı ictimai, mədəni tədbirlərin, xüsusilə də şəhidlərimizə həsr olunan anım mərasimlərinin sosial mediada geniş işıqlandırılmasında onun böyük zəhməti və rolu var. O, eyni zamanda Ana Kür Ədəbi Məclisinin üzvü, sözə və qələmə dəyər verən ziyalı bir insandır. Qeyd edək ki, Elgün Cavadov 1978-ci ildə Salyan rayonunun Qızılağac kəndində anadan olub, ailəlidir və 3 övlad atasıdır. Bu, əlamətlər gün münasibəti ilə dəyərli dostumuzu ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, ailə saadəti, yaradıcılıq ruhu və jurnalist fəaliyyətində davamlı uğurlar arzulayırıq. Doğum gününüz mübarək olsun Elgün müəllim.